Əziz tamaşaçılar, bugünümüzün mövzusu ictimai nəqliyyatda özümüzü düzgün davranış qaydalarıdır. Ümumiyyətlə, kimə yer vermək lazımdır və qaydalar dəyişirmi və müasirləşirmi, yoxsa nə baş verib? Bütün bunları müzakirə edəcəyik qonağımız nəqliyyat eksperti Adil Nəbiyevlə. Xoş gördük sizi. Xoş gəlmişsiniz Adil bəy, sabahınız xeyir olsun. Necəsiniz? Günə necə başlamışsınız, hansı əhvaldasınız? Yaxşı əhvaldayam, əslində tıxac olmadı. Zığdan bura qədər demək olar ki, 1 saat göstərib daha tez gəldim, çıxdım. Əhvalında çox yaxşıdır. Onda suallarımızı ünvanlaya bilərik rahat-rahat. Əla. Adil bəy, ümumiyyətlə, ictimai nəqliyyatda bu davranış qaydaları necə formalaşır? Bunu kim formalaşdırır? Bu necə dəyişir? Və buna kimsə nəzarət etməlidirmi? Əlbəttə ki, bugünkü mövzu demək olar ki, hamımızın yaralı bir yerimizdir. İctimai nəqliyyat dedikdə ilk ağlımıza gələn həm avtobus, həm metrodur. Çünki bizdə hələ ki, tramvaylar yoxdur, dəmir yolundan da istifadə olunur. Ancaq əvvəllər bizdə dəmir yolundan çox da bir neçə il qabaq istifadə olunmurdu. Son zamanlar sürət qatarları artıq elə bir ki, bizim yollardakı olan tıxaclarda xeyli özünü göstərib. Yəni, get-gedə bu tendensiya yəqin ki, daha da güclənəcək. Davranış məsələsində mən onu deyə bilərəm ki, nəzarət çox güclü olmalıdır. Əvvəlcədən Süleymanı vurğulayam. Ancaq çox təəssüf ki, buna demək olar ki, heç nəzarət eləyən yoxdur. Məsələn, biz ictimai nəqliyyata daxil olmamışdan qabaq, dayanacaqda belə dayananda növbə mədəniyyəti məsələsi vardı. Məsələn, avtobus gəlib dayanır, misal üçün. Avtobusa biz daxil olmağa ancaq qabaq qapıdan daxil olmalıyıq, digər qapılardan enə bilərik. Biz qabaq qapıdan daxil olanda, orada da qapı bildiyimiz kimi çox da belə böyük deyil. Çox vaxtda da sürücü bunun bir tərəfini bağlayır, bir tərəfini açıq qoyur. Yəni, bir adam güclə keçə bilir. Burada isə bir neçə adam birdən ora daxil olmaq istəyir və ödənişi çalışır ki, bir neçəsi birdən vurmağa. Bu da istər-istəməz avtobusun gecikməsinə gətirib çıxardır. Yəni, burada normal, biz gözləsək, digər, belə deyək, məsələn, mağazalardakı kimi və yaxud da hər hansı bir konsertə getdiyimiz yerdə ki, görürük ki, cərgəsindən insanlar düzülür. Onsuz da axırıncı adam ora daxil olmamış, saat məsələsi var da. Burada, məsələn, veriliş başlamayacaq, misal üçün, bunu belə çəkmək olar. Ancaq avtobusda belədir ki, oradakı nə qədər adam olur olsun, yerdəki adamlar, avtobusun müəyyən tutumu var. Düzdür, orada 50 nəfər, 100 nəfər arası həm oturacaq yerləri, həm də ayaq üstə duran yerlər məhdud olduğu üçün bu nəzərə alınmalıdır. Bizdə avtobus zolaqları çəkilsə belə, yenə də ictimai nəqliyyat ümumi götürəndə görürük ki, hələ ki, bərbad haldadır. Nəyə görə mən bu sözü deyirəm? Bildiyimiz kimi, mən həm də sürücülük təlimlərlə, kurslarla məşğuluq. Təlimlərə gələn xanımların əksəriyyəti ictimai nəqliyyatdan yorulub maşın sürməyə üst tutub. Yəni, bilirsiniz bu nə deməkdir? Yəni, bu adamın heç həvəs də yoxdur maşın sürməyə. Artıq məcburiyyət qarşısında qalıb, bəli, bu avtomobil almaq istəyir. Bəzilərinin imkanı var avtomobil almağa, bəzilərinin heç imkanı da yoxdur. Kreditə girib məcburiyyət qarşısında avtomobil alır, sürücülük vəsiqəsi almaq üçün əziyyət çəkir ki, ictimai nəqliyyatdan canını qurtarsın. Orada da vəziyyət bir o qədər ürək açan deyil. Əslində, sürücülərin əgər etik qaydalardan danışırıqsa, yolda bir-birinə yol vermə məsələsi, bir-birinə davranış qaydaları, o da başqa bir mövzudur. Bir fikir söylədiniz ki, ictimai nəqliyyat bizdə bərbad haldadır. Yəni, mən bu fikrinə razı deyiləm. Çünki siz ictimai nəqliyyat deyəndə ola bilər ancaq avtobusları nəzərdə tutursunuz. Yəni, mən metrodan istifadə edirəm və bərbad haldadır deməzdim. İnkişaf etməkdə olan bir vəziyyətdədir deyərdim. Əlbəttə ki, ürək istəyərdi ki, bundan da yaxşı olsun. Gedirsən, başqa ölkələri görürsən və təbii ki, o ölkələrlə də müqayisə etmək də düzgün deyil. Çünki gördüyün ölkələrin iqtisadi vəziyyəti tamam fərqlidir. Amma mən deməzdim bərbaddır. Mən deyərdim ki, əvvəlki illərlə müqayisə daha yaxşıdır. Siz hansı zamanla müqayisə edib bərbad adlandırır? Belə deyək də, mən hər gün ictimai nəqliyyatdan istifadə eləmirəm. Ona görə mən bu sözü açıq birbaşa deyirəm ki, hərdən birdən, məsələn, olur, misal üçün nə vaxtlar, gedirəm, hər hansı bir tələbənin artıq öz maşınından istifadə edirik, mənim maşınım qalır başqa bir yerdə. Qaydanda, məsələn, bəzi hallarda taksi ilə, bəzi hallarda özümə də xoş gələr ki, baxım görüm metroda, avtobusda nə cürdür vəziyyət. Yəni, açığı səhər-səhər pik vaxtlarında mən metroya, özdə televiziyaya gələrdim, televiziyaya dəvət eləmişdilər. Metroya minə bilmədim. Mən əks tərəfə getdim ki, axırıncı dayanacaqda minə bilim də. Köroğlu metrosunda mən metroya minə bilmədim pik vaxtlarında. Pik vaxtlarda elədi, həm səhər, həm axşam. Yəni, ona görə də o minə bilməmək məsələsi, ondan sonra
istər-istəməz adamı birdən-birə sallar metronun içinə. Bu bilirsiniz necədir? Biri var, yenə ona qayıdıram, bərbad deyəndə biri var ümumiyyətlə göstərilən xidmətdən gedir söhbət. Bir də var insanların özlərini aparmasından gedir söhbət. Yəni burada insanların üzərində də böyük bir etik qaydalardan yəni əgər sən metroya qatara bəli. minirsənsə, basa-basla özünü zorla salırsansa, adi bir sıra durma mədəniyyətin yoxdursa, metro işçiləri, ümumiyyətlə metro nəqliyyat neynəsin və ya avtobus neynəsin, düz deyilmi? Amma bir sırayla gözləsən, hər şeyi belə deyək, qarşındakına sən özündən əvvəlki də özündən əvvəlkinə hörmətlə yanaşsa, normal şəkildə qatara da minmək olar deyə düşünürəm. Amma pik vaxtlarda sizin dediklərinizi bəli mən də müşahidə eləmişəm, amma burada metronun vəziyyəti çox pisdir və ya avtobusun vəziyyəti çox pisdir deməzdim. İnsanların özlərini Yəni belə deyək də, nisbətən yumşaq formada demək, yəni reallığı mən demək daha xoşlayıram. Çünki gördüyümü əsas məsələsi var da, baxış bucağı məsələsi var. Baxış bucağı, bəli, çox düzgün durğuladınız ki, daim istifadə eləmirsiniz. Bəli, hər adamın öz baxış bucağı var ki, məsələn, biz metroya daxil olandan sonra bir deyək ki, Həzəstanov metrosunda biz metroya mindik. Düz axırıncı dayanacağı kimi getmək istəyirik. Biz bəzi hallarda fikir verirsiniz, ayağımızı qoymağa da belə yer tapa bilmirik. Bu da nədən irəli gəlir? Deməli, bizdə bu dəqiqə yollarda tıxac olduğu kimi yerin altında, ictimai nəqliyyatda da insan çoxluğu şəhərdə ümumiyyətlə insanın sayı həddən artıq olduğu üçün və bu dəqiqə müqayisə eləsək ki, yay fəslidir, bir çox insanlar artıq belə deyək, xarici ölkələrdə və yaxud da rayonlardadır, məzuniyyətdədir və məktəblər yoxdur. Hiss olunur ki, həm yolda, həm də ictimai nəqliyyatda vəziyyət nisbətən ürəkaçandır. Bax, deməli, bunu hesablamaq lazımdır ki, Bakı şəhərində bugünkü gün ictimai nəqliyyatın tutumu maksimum dərəcədə bundan o tərəfə götürə bilmir. Bunun üçün, məsələn, vaqonların sayı çoxalmalıdır, avtobusların sayı çoxalmalıdır. Bir xətt üzrə deyək ki, 10-12 avtobus işləyir. Bu da pik vaxtlarında istər-istəməz bəzi yollar var ki, orada svetofor çox dayanır, avtobus zolaqları olsa belə yolu keçmək çətinləşir. Bu da gətirib ona çıxardır ki, burada bir avtobusun 5-6-sı bir yerə yığışır və növbəti avtobusda gələndə artıq dayanacaqda sıxlıq olduğu üçün insanlar işə tələsidiyi vaxtda baxırsan ki, saat 9-da hamı işdə olmalıdır. Onun yarısıdır insanlar yolda qalıb, ona görə də bu problemlər ortaya çıxır. Rəşad, bilməm, çıxış yolu nədədir? Bütün bu dediyiniz məsələlər, o insanların çoxluğu, insanların o etik qaydalara, normalara bəlkə biraz riayət eləməməsi, davran. Yəni, burada bir cərimələr mi tətbiq olunmalıdır, daha sərt qaydalar mı olmalıdır? İşləyən variant hansıdır sizcə? Əslində cərimələr çıxış yoludur deyə bilərəm, amma tam yox. Nəyə görə? Çünki, bəli, məsələn, avtobus zolağını götürək yenə də, mövzudan uzaqlaşmayaq. Avtobus zolağına əvvəl açılanda çox sürücülər daxil olurdu. Sonra baxıldı, gördü ki, burada 100 manat 3 bal cərimə ciddi cərimədir, həm də 20 bal bizdə nəzərə alsaq ki, limit var. Yəni 20 baldan sonra biz artıq sürücülük vəsiqəsini itirmiş oluruq, 6 ay qalırıq vəsiqəsiz. Ona görə sürücülər artıq ora girməyə çətin, belə deyək, çəkinirlər. Ancaq ümumi götürəndə Bakı şəhərində hesab edirəm ki, neçə ki, hələ ki bu deyək ki, rayonlarda bütün hərə öz rayonunda iş yeri tapmayıb, əksər insanlar orada işləyə bilmirlər. Bakı şəhərində, yəni mən hesab edirəm ki, yaxın illərdə hələ ki bunu düzəltmək çətin məsələ olacaq. Çünki istər-istəməz gələn insanların əksəriyyəti, misal üçün, gəlirlər, işləyirlər, maşın alırlar və yaxud ictimai nəqliyyatdan istifadə edirlər. Bu da öz təsirini göstərir, təsirsə mümkün deyil ki, keçinsin. Çünki ümumi götürən deyək ki, Bakı şəhərində məsələn 1 milyon maksimum insan yaşaya bilər. Bu 2 milyon yaşamaq o deməkdir ki, bütün bu ictimai nəqliyyatda, yollarda get-gedə insan çoxluğu, maşınların çoxluğu bu problemi artırır. Yəni, bunun bir nömrəli çıxış yolu budur. İkinci məsələdə həmişə mən bunu demişim, istəyirəm yenə də vurğulayam ki, məsələn, 40-dan çox ali məktəb var Bakı şəhərində. Bu ali məktəbləri də, məsələn, bir neçəsini saxlayıb, qalanların hamısını, məsələn, Qarabağda var, bizim artıq bilirik ki, universitet, artıq orada bir çox müəllimlər, tələbələr artıq oxuyurlar. Bütün rayonlarda açılsa, istər-istəməz bugünkü kimi yay fəslində məktəblərin olmadığı hallarda bir də ödənişli məktəbləri şəhər kənarına çıxartmaq mümkün olar ki, özlərinin xüsusi avtobuslarda ola bilər. Yəni, şəhərin içindən istər-istəməz bu sıxlıq azalarsa, dayanacaqda insanların sayı da az olar, ictimai nəqliyyatda bu narahatçılığı da aradan qaldırmaq olar. Bizim bugünümüzün əsas mövzusu ictimai nəqliyyatda davranış qaydalarıdır. Biz bir qədər mövzunu apardıq. Şəhərin yüklənməsi, universitet köçürülməsi və s. Yəni
gəlin mövzudan uzaqlaşmayaq. Elə yəni bəli, şəhərdə çox adam var və s. Bu dünyanın bütün paytaxtlarında vəziyyət bu cürdür. Məsələ ictimai nəqliyyatda insanların davranış qaydalarıdır və mən ilk verdiyim sualı bir daha təkrarlayıram, çünki sualıma cavab almadım. Və bu qaydaları kim formalaşdırır ictimai nəqliyyatda? Davranış qaydalarını kim formalaşdırır və hal-hazırda bu qaydalar zamanla necə dəyişib? Onu deyə bilərəm ki, neçə illərdir sərnişinlərə yox, sürücülərə elə davranış qaydasından dərs deyirik. Həm avtobus sürücülərinə, həm taksi sürücülərinə. Bunlar artıq bu təlimlər təşkil olunur. Amma onu deyə bilərəm ki, bu sürücünü tək təlim keçməklə bir də bir məsələ var ki, bunu müqayisə etsək ki, biri var ilkin sürmə təlimi ola, yeni başlayan sürücü ola. Bir də var ki, illərin sürücüsüdür, məsələn deyək ki, hər hansı bir pis vərdişləri var. Bunu bir ay ərzində onu dəyişmək qeyri-mümkündür. Ümumiyyətlə, bu davranış qaydalarını həm sərnişin, həm sürücü, ümumi belə cəmiyyətdə biz götürsək, bu tək məktəbdə yox, evdən başlamalıdır. Çünki ailədən gəlir. Ailədən, məsələn, hamımız bilirik ki, uşağa söz deməklə yox, uşaq gördüyünü eləyir də. Məsələn, az yaşlı valideyn nə cür yaşayırsa, uşaq da istər-istəməz məktəbə qədər onu görür. Misal üçün, yolu keçmək. Çox hallarda şəhərdə axşama kimi yollarda olan bir insan kimi deyə bilərəm ki, yeraltı, yerüstü keçid olan yerdə valideyn uşağın əlindən tutub yolun harasından gəldi, keçir. Artıq bu da istər-istəməz sabahki gün ictimai nəqliyyatda da belə minən zaman hansı etik qaydalara, normalara məsələn riayət olunursa, az yaşlı uşaq da onu götürür, onunla gedir. Yəni bunu doğru kimi qəbul edir. Doğru kimi qəbul edir, sağ olun. Yəni yanlışı doğru kimi qəbul edir. Məktəblərimizdə ümumiyyətlə yol hərəkəti qaydalarıdır, təhlükəsizlik qaydalarıdır və əsas davranış qaydalarından ümumiyyətlə demək olar ki, söhbət getmir. Yəni bu söhbət getsə, əvvəlcədən başlanılsa, inşallah ki, yaxın illərdə də olmasa, bir növbəti 20 il, 30 ildə bu artıq bu problemlər ortadan çıxar. Çünki bu yaxından mən özüm müşahidə eləyirəm ki, yollarda tək yolu keçmək məsələsi deyil. Avtobusun içinə minəndən sonra da bu telefon məsələsi də ortaya çıxır ki, əl tutan yerlər var da. Burada bu pasiv təhlükəsizlik, biz oturaq vəziyyəti deyil, kəmər bağlı deyil. İnsanlar ayaq üstə əlini tutmadan başlayır telefonla istifadə eləməyə. Avtobusda da bir balaca kəskin tormoz olan kimi sərnişinlər bir-birinə dəyir. Artıq görürsən ki, içəridə xaos yaranır. Ancaq burada sürücünün bir günahı da yoxdur. Bizim avtobuslarımızın bəziləri, deyək ki, ümumiyyətlə tormoz sistemi avtobus üçün nəzərdə tutulmuyor. Yük maşını üçün nəzərdə tutulub. Bu sürücü istəsə də bunu yumuşaq bassın, alınmır. Sürücü birbaşa tormozu basan kimi artıq içəridə insanlar bir-birinə dəyən kimi problemlər yaranır. Yəni bu problemləri ümumiyyətlə kökündən həll eləmək üçün monitorinqlər aparılmalıdır. Görək ən çox problemlər harada yaranır. Nəyə görə, məsələn, avtobusda bu yaxından gündəmə gəlmişdi, sürücü yolda dayanıb, küsüb sərnişindən, hamı da avtobusda gözləyir. Onu bayaq müzakirə edirdik. Yəni bu məsələ, bilirsiniz, mən uzun müddət özüm də ictimai nəqliyyatda çalışmışam, xarici ölkədə də, Azərbaycanda da. Bu məsələ budur ki, hər insan gərək öz bildiyi işlə məşğul olsun. Ümumiyyətlə, sürücü, avtobus sürücüsü, belə deyək, yoldan keçən bir adam avtobus sürücüsü işləyə bilməz. Bunun üçün illər lazımdır ki, bu avtobus sürücüsü kimi yetişsin ki, sabah gündə sərnişinlərlə problem yaranan vaxtı, biz bunu dərs vaxtı həmişə deyirdik ki, insanlarla işləmək çox çətin məsələdir. Burada, məsələn, sərxoş sürücü də minə bilər, hər hansı bir, nə bilim, maddi istifadə eləmiş sərnişin də ola bilər ki, biz bunların hamısını yola verməliyik ki, yolda problemlər yaranmasın. Bir də rəhbərlikdən çox şey asıldı. Məsələn, avtobus bazalarında, xarici ölkələrdə belədir ki, məsələn, mən öz gördüyümün şahidi olduğumu deyim, rəhbər şəxs avtobus sürücüsü get-gedə, məsələn, vəzifəsi artıb gəlib, birbaşa avtobus sürücüsündən keçir, olur rəhbər şəxs. Bu işin içində pişmiş bir adam kimi olur. O iş daha yaxşı gedir onda. Ancaq sıradan heç bir nəqliyyatda, avtobusda bir, belə deyək, təcrübəsi olmayan bir şəxsi gətirib birbaşa rəhbər şəxs təyin eləyəndə orada artıq iş də biraz düzgün getmir. Belədir. Biz efirimiz canlı yayımlanır və tamaşaçılardan da müəyyən suallar gəlir. Çox istəyirik ki, sizə onları da ünvanlayaq, bəzilərini cavablayaq vaxt tapdıqca, imkan olduqca. Demək, tamaşaçımızın biri deyir ki, tutaq ki, əkiz uşaqları var və 2 uşaq arabası ilədir. Avtobusa daxil olarkən isə avtobus sürücüsü bildirir ki, yox, sadəcə biri ilə daxil ola bilər. Belə olan halda o sərnişin necə davranmalıdır, nə etməlidir? 2 uşağı var, ya ikizdir, ya 2 uşaqdır, 2 arabadır. Bu halda necə olur? Bu avtobus sürücüsünün ümumiyyətlə o sözü deməyə ixtiyarı yoxdur. Təlim zamanı da onların hamısına biz bir-bir, özdə ən birinci elə ondan başlayır ki, sürücünün o birbaşa vəzifə borcusudur ki, avtobusda dayanan zaman əl tormozunu çəksin. Əgər arabada əlil arabası və yaxud da hər hansı bir, belə deyək, uşaq arabasında
ana mindirə bilmirsə, avtobusu əyməlidir, pandusu endirməlidir, düşüb ona köməklik eləyib və xüsusi qurğular kəmər də var ki, bağlamalıdır ki, təhlükəsiz şəkildə A nöqtəsindən B nöqtəsinə həmən sərnişini aparsın. Bəs yəni arabanın təhlükəsizliyi üçün bir yer varsa o zaman onu deyə bilər? Arabanın təhlükəsizliyi üçün əslində bir yer yoxdur. Ortada geniş bir yer nəzərdə tutulub. Köhnə avtobusları qoyaq qırağa, onda heç yer nəzərdə tutulmayıb. Pandus da yoxdur. Pilləkənlə arabanı qaldırmaq da qeyri-mümkündür. Şükür Allaha, artıq avtobuslarımızın çox hissəsi yenilənib. Bu tərəfdə inkişaf var. Bu ürək açan bir şeydir ki, avtobusun ortasına minəndə görürsən ki, orada bir neçə araba üçün normal bir yer var. Əgər ora doludursa, açığı bu çox az hallarda ola bilər ki, yəni avtobus dolu araba olsun. Yəni avtobusda 2-3 araba ola bilər, o da sığışır normal şəkildə. Yəni bu məqamlar belədir ki, yeri gəlmişkən orada bir dənə incə məqamda var, onu istəyirəm vurğulayam. Deməli, təsəvvürünüzə gətirin, avtobus zolağıdır. Avtobus zolağından sonra da velosiped zolağıdır. Belə yollar görmürsünüz yəqin ki, məsələn 8 Noyabr prospektidir, Xətai prospektidir. Burada çox yanlış bir məqamlar var ki, siz özünüz və yaxud da araba ilə düşən zaman, avtobusdan enən zaman, avtobus istəsə də belə yolun kənarına yaxınlaşıb saxlaya bilmir. Buradan gələn iki təkər nəqliyyat vasitəsi o düşən sərnişini vura bilər. Bax, bu məqamlar ortadan yığışdırılmalıdır ki, ciddi bir təhlükəsizlik tədbirləri görülməlidir ki, avtobus maksimum yola yaxın durmalıdır ki, pandus açılanda baryordan qırağa çıxsın, insanlar birbaşa yolun hərəkət hissəsini tərk eləsin. Ki, belə bir hadisə də baş vermişdi bir neçə müddət bundan əvvəl. Adil bəy, necə düşünürsünüz? İctimai nəqliyyatda davranış mədəniyyəti ümumilikdə cəmiyyətin mədəni səviyyəsindən xəbər verirmi? Bəli. Əlbəttə ki, bu çox gözəl sual idi. O mədəni səviyyəsindən ona görə xəbər verir ki, bizə. Biz tək avtobusda deyil, istənilən bir yerdə, məsələn, mağaza olsun, apteka olsun, hər hansı bir dövlət klinikaları olsun, özəlləri qoyuruq qırağa. Orada yəni növbə gözləyən zaman baxırıq ki, problemlər yaranır, ciddi problemlər yaranır. Bu məsələlər kökündən həll olunması üçün uzun illər lazım. Bayaq vurguladığımız kimi ki, bu ortadan qalsın. Çünki belə deyək də, bugün hər hansı bir deyək klinikanın qarşısında və yaxud mağazada bayaq vurguladığım kimi problem yaşanırsa növbə gözləmək üçün, artıq bu insan avtobusda da, qıraq bir yerdə də özünü göstərəcək. Çünki ictimai yerdə öz avtomobilinə minəndə, tək avtomobildə olanda bu problem daha çox qabarıq görsənir. Nəyə görə? Bu psixoloji cəhətdən insan, belə deyək, insanların içində bu hərəkət eləyirsə, tək olanda avtomobildə qapalı bir məkandır. Orada elə bir ki, heç bunu görən yoxdur. Orada ürək istədiyi kimi hərəkət edir. Yolda fikir versiz bir-birinə yol verməmək, maşını yandırmamaq. Yəni bu problemləri inşallah ki, fikirləşirik ki, ancaq və ancaq bu cür proqramlar çox olsa, yəni maarifləndirici, bəli, radiodur, televiziyadır, sosial şəbəkə özüdür, həddən artıq çox olmalıdır ki, insanlara istər-istəməz siqnal ötürəsən. Bir də gələcəkdə ancaq məktəblərdən başlanılsa, yaxın gələcəkdə inşallah ki, öz həllini tapar. Hətta bəlkə məktəb də gecdir, bağçalardan bəlkə bağçalardan olsa daha gözəl olar. Daha yaxşı olar. Adil bəy, təşəkkür edirik sizə. Təşəkkür edirik. Çox sağ olun. Nəqliyyat eksperti Adil Nəbiyev bizim qonağımız idi, əziz tamaşaçılar. Uğurlar arzulayırıq sizə də. Çox sağ olun. İctimai nəqliyyatda davranış qaydalarından danışdıq, əziz tamaşaçılar.